Şəkildə qeyd olunmuş 28 nömrəli testin həlli qaydasına baxaq. Bu tip testlərin həlli zamanı nisbi sürət anlayışından istifadə etmək daha məqsəd uyğundur. Bunun üçün verilmiş nöqtədə hər iki cismin sürət istiqamətlərini qeyd edək. Birinci cismin sürəti toxunan istiqamətdə yuxarı doğru qeyd olunmuş rəqəm olaraq 2 metr bölünsün saniyə sürətlə. İkinci cisim isə aşağı doğru V2-ni də bizə verib şərtdə 1 metr bölünsün saniyə. Çeviri üzrə bərabər sürətli hərəkətdə sürət V bərabərdir L bölünsün T'dir. Buradan bizdən ilk dəfə nə vaxt görüşər sualı verir, yəni zamanı soruşur. T bərabərdir L bölünsün V. Burada L çevrənin ümumi uzunluğu, V isə nisbi sürət olar. Bərabərdir 2 vurulsun P'nin qiyməti 3, R radiusu bizə məsələnin şərtində 50 cm vermişdir. Metrə çevirək 0,1 metr. Nisbi sürət isə cisimlər bir nöqtədən çıxıb bir düz xətt üzrə əks istiqamətlərdə hərəkət edirlər. O zaman nisbi sürətə tapsaq, bir cismin sürətindən digər cismin sürətini çıxmalıyıq. Yəni 2-dən 1-i çıxsaq, nisbi sürət olar 1 metr bölünsün saniyə. Bərabərdir. Kəsrin surəti 3 metr, məxrəci isə 1 metr bölünsün saniyə. Cavab 3 saniyə. T bərabərdir 3 saniyəyə.